Salam. Bundan əvvəlki videoda sinir sistemini rahatlatmaq üçün bir nəfəs praktikası eləmişdik. İndi isə onun ardı olaraq sinir sistemini rahatlatmaq üçün bir meditasiya edəcəyik. Əgər istəsəz, əvvəlcə həmin nəfəs praktikasını edib, üstünə bu meditasiyanı edə bilərsiniz. Əlbəttə ki, bu zaman daha yaxşı, daha qalıcı, daha güclü nəticə alacaqsınız. Və ya tək başına bu meditasiyanı da edə bilərsiniz. Bu da tamamilə mümkündür. Bu da çox gözəl işləyəcək. Bu meditasiya biraz fərqlidir. Yəni burada sadəcə gözlərimizi yumub oturmayacağıq. Əlbəttə ki, yenə gözlərimiz qapalı vəziyyətdə olacaq. Uzanaraq da edə bilərsiniz, oturaraq da edə bilərsiniz, stulda da otura bilərsiniz, mənim kimi də otura bilərsiniz və ya arxası üstə uzana bilərsiniz. Əsas odur ki, onurğa dik olsun, baş düz və boyun uzun qalsın. Bədən sıxılmasın, rahat şəkildə nəfəs alıb vermək mümkün olsun. Bu praktikada sinir sistemini tənzimləmək üçün səsimizin gücündən istifadə edəcəyik. A, səsini çıxardacağıq. A, U, M. Amma fərqli formalarda. Mən əvvəlcə səsi çıxardıram, diqqətlə mənə qulaq asın. Sadəcə səsin necə çıxarıldığını izləmək üçün. Gözlərimi qapadım, nəfəs aldım və başladım. A, U. Bu səsi çıxardanda A səsində diqqəti aşağı ətrafa toplayacaqsınız. Yəni aşağı çakralara, çanağa. U səsini çıxardanda diqqəti ürək və boğaza toplayacaqsınız. M səsini çıxardanda isə diqqəti başa, üçüncü göz və taç çakralara toplayacaqsınız. Bu səsi 21 dəfə çıxardacağıq. Hazırsansa, rahat oturma pozisiyanı al. Gözlərini yum. Onurğa dik, boyun uzun, baş düz. Tələsmə. Əvvəlcə bir köklən, üstünə oturduğun döşəkçəni hiss et və ya uzandığın yeri hiss et. Burnundan girən və çıxan havanın fərqi nə var? Paltarın dərinə toxunuşunun fərqi nə var? Fikirlər gəldikcə, səni yayındırmağa çalışdıqca, nəfəsindən dəstək al, geri qayıt. Gözlər bütün praktika boyunca qapalı qalacaq. Tələsmə, səsimdə qal. Nəfəsi alanda havanı qarın nahiyəsinə dolduracağıq, sinəyə yox. İndi mənlə bir yerdə havanı al və doldur qarına, doldur və başlayaq. A, Nə qədər uzun gedirsə, mən danışacağım, amma sən gözlərini qapalı saxla. Səs nə qədər uzun gedirsə, o qədər uzun apar. Bacardıqca uzun tut. Bacardıqca yüksək səslə çıxart. Yenidən al nəfəsi, doldur qarnı, şar kimi şişir və diqqəti topla çanağa, başla. Yenidən doldur, qarnı şişir və başla. Yenidən al nəfəsi, doldur qarnı. Şişir.
Ve başla. Yeniden al nefese doldur karnı. Ve başla. Yeniden al nefesi doldur karnı. Ve başla. Yeniden al nefesi doldur karnı. Başla. Yeniden al nefesi doldur karnı. Başla. Al nefesi doldur karnı. Başla. Yeniden al nefesi doldur karnı. Başla. Yeniden al nefesi doldur karnı. Başla. Yeniden al nefesi doldur karnı. Başla. Al nefesi doldur karnı. Başla. Hər dəfə səsi daha dərindən, daha canlı çıxardırsan. Hiss elə. Doldur qarnı. Başla. Al nəfəsi, doldur qarnı. Başla.
bədənində gedən vibrasiyaların, enerjinin axışının fərqinə var artıq səsləri çıxartdıqca. Doldur qarnı. Başla. Doldur qarnı. Al nəfəsi. Al nəfəsi, doldur qarnı. Başla. Al nəfəsi, doldur qarnı. Başla. Hər dəfə səsin necə fərqli formada çıxdığının fərqinə var. Al nəfəsi, doldur qarnı. Başla. Son dəfə. Al havanı, doldur qarnı. Şar kimi şişir. Və başla. İndi əllərin dizdə, gözlərin qapalı hələ də. Otur veya uzanıq vəziyyətdə bədənindən çıxan barmaq uclarındakı vibrasiyaları izlə. Bədənində qalxan enerjinin, istiliyin fərqinə var. Onu sən məhz səsinlə hərəkətə gətirdin. Qalxan duyğuların fərqinə var. Bəlkə praktika boyunca, elə bəlkə indi hansısa duyğuları bədən buraxma ehtiyacı duydu. Güldün, ağladın, bəlkə qışqırdın, bəlkə indi bunları etmək istəyirsən. Hər biri normaldır, hər biri sənin üçün güvənlidir. Edə bilərsən, yetər ki tutma, bədəni sıxma. Bədənə icazə ver, özünü istədiyi kimi ifadə etsin. Çünki məhz onları buraxdıqca sinir sisteminin sakitləşəcək və tənzimlənəcək, kontrol altına gələcək. İndi əllərini qaldır, bir-birinə sürt. Tez-tez sürt. İki əlinin arasında qalxan, ovuzlarında qalxan istiliyin fərqinə var. Əvvəl qoy gözlərinin üstünə, sonra başına çək. Sonra gətir ürəyi nahiyənə qoy, üstünə qoy. Və özünə təşəkkür et bu praktika üçün. De, təşəkkür edirəm. Bu videoluq məndən bu qədər. Əgər praktika xoşunuza gəldisə, videonu bəyənməyi, ehtiyacınız olan dostlarınızla bölüşməyi unutmayın. Həmçinin kanalıma göz atıb digər videoları da izləyə bilərsiniz. Şərhlərdə isə məndən fikirlərinizi, təcrübənizi bölüşməyi də unutmayın. Hələlik.